İki futbolçu topun yanında durup mərkəz nöqtəsi yaxınlığında və işarə verildi. Oyun başladı. Kəpəz Səbail 28-ci turun ən prinsipial oyunu. Birbaşa cərimə meydançasına hava ötürməsi. Başla zərbə Mamatçoyevdan. Daha bir zərbə olacaqmı? Qaydan top, qarşılıq və Əlirzi Müştabazadə. Əla saxladı burada topu Ratyardazişvili. Qapı qarşısına ötürmə. Zərbə Mamatçoyevdən və top qapının üstündən keçir. Topu qapıya göndərməyə çalışdı, istəyinə çata bilmədi. Yaxşı kombinasiya, yaxşı hücum. Yalnız son zərbə dəqiq alınmadı. Neftçili maçda Mamatçoyev ilə oxşar nöqtədə sadəcə fərqli digər cinahdan inkişaf edən hücumun sonunu. Meydançısına yaxınlaşır Fərid. Öndə bir rəqibi var. Geri oynadı. Yusuf Nəbivdə ötürmə, qapı qarşısında başla zərbə. Amma daha sonra çox ağır zədə aldı və hələ də meydanlara qayıtmayıb. İndi isə Madi Geta sağ cinahda sürət yığır. Geta rəqibini aldatdı. Geta, Jorge Santos bir əli ilə bu zərbəni dəf edir. Zərbə yarımçıq. 26 yaşı təzə tamam olan Jorge Santos əllə də bildi. Amma Kəpəz müdafiəçiləri də belə vəziyyətləri oxumağı bacarırlar, bunu nümayiş etdirdilər. İndi isə Ratyardazişvili topu qazanır. Ardazişvili irəliləyir, ötürməsi verici Naha Mamatçoyev cərimə meydançasına. Mamatçoyev və gol! Kəpəz hesabı açır. Oyunun 41-ci dəqiqəsində Şervoni Mamatçoyev adlı tabloya yazdırır. İlk növbədə biz əlbəttə ki, Nihat Quliyevin səhvindən danışmalıyıq. Ratyardazişviliyə dueli uduzdu. Ardazişvili irəlilədi, vaxtında ötürmə verdi. Şervoni Mamatçoyev topu qəbul etdi. Bir toxunuşla, ikinci toxunuşla onu qapıya göndərdi. Əlirzi Müştabazadə bu topa çata bilmədi. Kəpəz 1, Səbail 0. Mamatçoyev isə artıq ikinci qolunu vurdu Misli Premier Ligasında. Amma bunu hər oyun davamlı şəkildə hər həftə göstərməkdə çətinlik çəkir Rüfət. Bu arada Mahamadovanın zərbəsi uzaqdan çox təhlükəli idi. Fərid Nəbiyev ötürmə edir qapı qarşısına. Başla zərbə müdafiəçilərdən də qayıdır. Daha bir zərbə imkanı varmı? Yox. Jorge Santos və burada gərgin anlar futbolçular arasında. Zərbə alınmadı. Oruc Məmmədov da daha sonra mübarizəni davam etdirdi. Oruc tutub da artdı burada Jorge Santos'u. Daha sonra Santos dirseği ilə ona ötürmə qapı qarşısına. Başla zərbə və gol! 1-1. Səbail hesabı bərabərləşdirdi. Dmitro Litvin başla fərqlənir. Kornerdən sonra, standart vəziyyətdən sonra. Gəlin baxaq. Burada Litvin heç tullanmadan elə durduğu nöqtədən başla topu uzaq küncə göndərdi. Elə bir nöqtəyə göndərdi ki, artıq Jorge Santos topa çata bilmədi. Çox yaxşı ötürmə verilmişdi künc nöqtəsindən. Və Fərid Nəbiyevin səhv etmirəmsə ötürmə verən. Qısa ötürmə Süleyman Əhmədov. Süleymandan qapı qarşısına. Başla zərbə! Topu qapının üstündən keçir. Yenə də standart vəziyyət, yenə də cinah ötürməsi. Igor Xvalko top meydanı uzaqlaşdırır. Və bu da finaldır. Rəvən Əmsazadə onu yekunlaşdırır. Kəpəz Səbail oyununda 1-1 hesablı heç-heçə qeydə alındı. Turda 3-cü bərabərlik və əlbəttə ki, Kəpəzi sevindirir. Bu nəticə daha çox